Zəlzələ zamanı necə davranaq? Hansı qaydalara əməl edək? Məsələn, bir neçə gün öncə İstanbulda baş verən zəlzələ zamanı təşvişə düşən insanlar arasında özünü binadan aşağı belə atanlar oldu. Bəs zəlzələ zamanı ən doğru davranış nədir və ya nələrdir? Bu haqda daha ətraflı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlini dinləyək. Ən əsas önəmli nədir? Əgər evdəsənsə də, o qaçmamalısan, liftə minməməlisən, pilləkənlə düşməməlisən, balkona çıxmamalısan, pəncərəyə yaxın durmamalısan, mebelin üstündə olan əşyalarda mebelə yaxın durmamalısan ki, olan əşyalardan xəsarət almaq olar, düşə bilər. Ən yaxşısı qapının kəndarında dayanmaq, yəni o mənada ki, onun üstündən o bağlama rigillər ki var, dəmir beton rigillər, ora daha təhlükəsizdir. Ən əsası, önəmlisi odur ki, təşvişə düşməyəsən. Həyət evinizə də birinci mərtəbədə, ikinci mərtəbədə tez çıxmaq olar.